elmi qabaqlayan hədislər, Peyğəmbərimizin hədislərindən danışır, hansı ki, keçmişdən bunları xəbər vermişdi. Bunlar hamısı ortaya çıxır, hamısı həqiqət olduğu bilir və sonra bəzən deyirlər ki, yaxşı, o zaman müsəlmanlar elm üçün nə ediblər deyə belə şeylər danışırlar. Müsəlmanlar elm üçün çox şey ediblər. Bir neçəsini mən qeyd etmək istəyərdim, yəni nə üçün, nə ediblər. Misal üçün, deyir ki, planetlərin və ulduzların hərəkətlərini izləmək üçün cihaz ixtira edən NASA'nın ayın kraterinə adını verdiyi və qanadlarla uçan ilk alim Abbas İbni Firnasdır. Adını verib. İlk kağız fabrikasını yaradan alim İbnül Fəzil. O da müsəlmandır. Qızılça və çiçək xəstələrini kəşf edən alim Fəxruddin Razi. Ta qədimdən danışırıq hələ. Mikrobu ilk aşkarlayan alim Akşəmsəddin. Cüzamı kəşf edən alim İbn Cəssar. Vəbanın yolxucu olduğunu tapan alim İbn Nətiq. Vərəm mikrobunu kəşf edən alim Kamburvasim. Hamısı müsəlman alimlərdir. Gözdəki tor qışanı kəşf edən alim İbn Rüşd. İlk göz əməliyyatını həyata keçirən alim Əmmar, müsəlman. İlk xərçəng əməliyyatını həyata keçirən alim Əli ibn Abbas. Kiçik qan dövranını kəşf edən alim İbn Nəfis. İlk xəstəxana yaradıcısı Əli ibn Ridvan. Algoritmi, yəni sıfırı və x-i ilk istifadə edən alim Xərazim. İlk teleskobu kəşf edən alim Zərkali, müsəlman alimlər. Dünyanın fırlandığını kəşf edən ilk alim Əbu Reyhan Əl-Buruni. Yəni, bunlar hamısı müsəlman alimlərdir. İlk trigonometrik çevrilmə düsturunu kəşf edən alim İbn Yunus. Baxın, dünyanın çevrəsini ilk ölçən alim Musa qardaşlar. Günəşin üzündəki ləkələri ilk kəşf edən alim Fərqani. Müsəlman alimlərdir bunlar hamısı. Ulduzların mövqeyini ölçən və ilk xətkeş hazırlayan alim Cəbir İbni Əfləh. İlk avtomatik idarə sistemini hazırlayan alim Əhməd İbni Musa. Kibernetikanı ilk quran alim İsmail Əl-Cəzəri. İlk optik cihazının təməlini qoyan alim İbn Heysəm. Yəni, baxın, səsin fiziki şərhini ilk verən alim Fərabi. İlk torna dəzgahını kəşf edən alim İbn Qurra. Yerin cazibə qüvvəsini kəşf edən alim Razi. Baxın, yəni maddələrin spesifik ağırlığını ilk hesablayan alim Həzini. Yəni, rəqqaslı saatı ilk kəşf edən alim İbn Yunus. Atomun parçalana biləcəyini ilk kəşf edən alim Cəbr İbn Xəyyam. Göy qurşağını ilk açıqlayan alim Qutbəddin Şirazi. İlk kimya laboratoriyasını yaradan alim Cəbir. Saf spirti ilk əldə edən alim Cəbir İbn Həyyan. Fosforu ilk kəşf edən alim Bəşir. Topu ilk kəşf edən alim Fatih Sultan Məhməd. Top, yəni düşmənlər. İki qitə səyahətnaməsini yazan alim İbn Batuta. Məşhur İbn Batuta səyahətnamə. İlk dünya xəritəsini çəkən alim Mursiyəli İbrahim. İlk əcza kitabını yazan alim İbn Beytar. Misal üçün müasir alimlərdən Honda şirkəti üçün insana bənzər Osima robotunu və okeanların 1000 metr dənliyini enə bilən Ocean One robotunu düzəltən Osama Xatib, müsəlman. Kimi elmi üzrə Nobel mükafatçısı Əziz Səncar və Əhməd Zavali. Yaponiyada təbii fəlakətlərin nanotexnikası ilə qarşısının alınmasına böyük rol oynayan Şərif Əl-Safti. 90-cı ildə ən sürətli yazı yazan robot və dənizin dərinliklərini kəşf etmək üçün 2 balıq robot düzəldən Kamal Yusuf. Dəri yandıqları və qədim yanıqları cərrahi iş görülmədən əlac olaraq Sisatub adlı dərman ixtira edən Əl-Cəziri xanım Vissam Barbara. Yəni, bu günlərin elektrik maşını və cihazlar üçün bateriyanın halından xəbər verən elektronik kart ixtira edən Rəşid Yazami. Yəni, belə düzgün deyil ki, müsəlman alimləri elmə önəm verməyiblər. Bütün bunlar hamısı nədir? Dəlilləri ilə, subutları ilə və bütün dünyada nə deyir? Bunu etiraf edir. Yəni, bunları qısa olaraq dedim ki, yəni, görün, İslam dini elmə önəm verib.